Bu elə o köhnə kişilərlə bərabər getdi, amma çox təəssüflər olsun ki, bugün həmin dəridən hazırlanmış qaval yoxdur. İnteraktivə nəzər salaq, bu anda artıq indi bir daha aktivləşdi, bir daha vurğulayıram. Zəng eləyin və münasibətinizi bildirin və Muğam üçlüyü gözəl bir səs imkanlarını Canəli Əkbərov göstərmək istəyəcək. Mənə də maraqlıdır, buyurun. Sevgilim eşk olmasa varlık bütün efsanedir. Eşkiden mehrum olan insanlığa biganedir. Sevgidir, yalnız mehabbettir hayatın cevheri. Bir könül ki eşki zövgün duymasa gamxanedir. Mən əsir eşkiyəm, öz xəlqimin, öz yurdumun. Sevməyən öz xəlqini, öz yurdunu divanədir. Ay canım, ay, ay, ay. Əsir eşkiyəm, öz xəlqimin, öz yurdumun. Sevməyən öz xəlqin, öz yurdunu divanədir. Ay canım, aman ey. Ölkəmizdə göynələr var, başqa bir aləm deyil. Bəs bu torpaq indi bir cennet değil, aya nedir? Vahidem ben sevgilim, menden xəyanət görməsən. Şairəyəm, eşkimdə öz qəlbim kimi mərdanədir. Aman aman, yarım aman, 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 aman. Eydan, cay, ray, aman hay. Evlərinin dalı mermer qalası, evlərinin dalı mermer qalası. Naz ilə gəlir ceylan balası, naz ilə gəlir ceylan balası. Vətən qızları ceylan balası, vətən qızları ceylan balası. Ay qara gözlü, ay şirin sözlüm, ay qara gözlü, ay şirin sözlüm.
Qəlbim qaralar, sevməsən məni. Qəlbim qaralar, ay qara gözlüm, ay şirin sözlüm. 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 Təşəkkür edirəm Canəli müəllim, buyurun. Allah vergisi olan səsinizə qüvvət və mən biz də xalq artistlərimizə sizin tarda müşahidə edən Möhlət Müslimova və kamanda Fəxrəddin Dadaşova təşəkkür edirəm. Hələ biz proqramımızın sonuna qədər sizinlə və tamaşaçılarımızla təbii ki, musiqili dialoqda olacağıq. Mən bir daha deyirəm səsinizə qüvvət və bir daha bununla sübut eləyə bildiniz. Çünki fakt bütün söhbətlərin, bütün hadisələrin yaraşığıdır. Amma bu məqamda yenə Xan Əmini yadıma salacağım. Çünki deyirlər ki, köhnə kişilər belə nəql ediblər ki, Xan Əmi tez-tez Şuşada İsa bulağının başında dincələr, istirahət edərmiş. Amma heç vaxt o bulağın suyundan içməzmiş ki, məndə xalqın əmanəti var, mən onu gərək qoruyum. Siz necə xalqın əmanətinə necə sahib durursunuz, necə onu qoruyursunuz, mühafizə edirsiniz? Bilirsiniz, mən xanəndə oğlu olduğum üçün yəqin ki, bu resepti mən də qorumuşam. Çox gözəl reseptdir. Resept təkcə soyuq su içməklə, isti çay içməklə bitmir. Resept, yəni xanəndənin, xalq nəğməkarının, el nəğməkarının məxsusi resepti var ki, o resept onun deməli, daxili məziyyətləri, daxili keyfiyyətlərini həmişə formada saxlayıb, onu çox uzaqlara aparır. O resept. Nədir o resept? O resept nədir? Onun cəmiyyətdə özünü idarə etməsi, ictimai mövqe qazanması, xalq məhəbbətinin qazanılması, onun mənəvi tərbiyəsi, onun ailədəki rolu, ailədəki intizamı, bütün bunlar hamısı yəni rejimli yatmağı, rejimli qidalanmağı. Bütün bunlar hamısı o reseptin tərkibindədir. Sağlam həyat tərzi keçirməsi insanın səsinə çox təsir göstərir. Çünki bizim üçün də səs vacibdir. Biz də səslə öncə işləyirik. Bəli, siz də səslə işləyirsiniz. Onu da qorumalıyıq. Amma səsə qiymət qoyan tamaşaçı sərhəd tanımır və mənə indi rejissorumuz bildirdi ki, İrandan zəng eləyiblər. Hardan? İrandan. Və İranda da doğrudan da bizim musiqilərimizə, muğamlarımıza çox qiymət qoyan sənət xiridarları var. Və gəlin, çox gözlətməyə xəttə tamaşaçını nəzərə alaq ki, uzaqdan zəng eləyib. Buyurun. Alo. Buyurun, sabahınız xeyir. Salam aleykum. Buyurun. Salam aleykum. Məni eşidirsiniz. Buyurun, biz sizi eşidirik. Salam ərz edirəm. Sabahınız xeyir olsun, Sizin buyurun. də sabahınız xeyir olsun. Mən Zəfər Səlami Təbrizdən öz adıma və oğlum Taymaz və qızım Aynaz adına, bütün ailəmizin adına Hacı Canəli müəllimin ad günün və Novruz bayramı münasibətinə təbrik edirəm. Və ATV kanalının bütün kollektivinə ki, bu böyük sənətkara və müqamata sayğı göstərirlər, dərin təşəkkür və ehtiramımı bildirirəm. Və Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Sağ olun. İcazə buyursunuz, həyat yoldaşım da sizinlə istəyir danışsın. Buyurun. Görürsünüz. Esmirə xanım. Buyurun. Mən birinci növbədə sizi salamlayıram. Sabahınız xeyir xanım. Sabahınız xeyir olsun. Sizin o gözəl danışığınızdan mən həmişə zövq almışam. Təşəkkür Canəli ederim. müəllimi də bu bayram və yaş günü münasibətinə təbrik edirəm. Canəli müəllimə uzun ömür, can sağlığı, müvəffəqiyyət arzu edirəm. Mən onu deməliyəm ki, mən uşaq vaxtından onun səsi ilə böyümüşəm. O mənə həmişə dastanların, nağılların insanı olub. Onun səsini eşidəndə mən sanki ayaqlarım yerdən üzülüb. Mən onun səsini göylərdən gələn səs kimi həmişə hiss eləmişəm. Allahıma min dəfələr şükürlər edirəm ki, 2004-cü ildə Canəli müəllim Təbrizin konsertə gələndə onu yaxından görmək saadəti mənə nəsib oldu. Və o ildən bəri biz ailəvi dostluq qurmuşuq. Təşəkkür edirik boyu sizə. bir alim kimi, bir ziyalı kimi və bir böyük xanəndə kimi tanıdığımdan suvayı mən onda bir böyük kişilik görmüşəm.
Ona Təbriz adına və öz ailəm adına öz hörmət və ehtiramımı bildirirəm. Təşəkkür edirik sizə. Sağ olun. Sənətə qiymət Sağ olun, qoyduğunuza çox sağ görə, olun. sənətkara qiymət qoyduğunuza Mən də bütün görə. Təbrizi, bütün soydaşlarımızı təbrik edirəm. Təşəkkür bildirirəm. Bəli, biz də bayramınız mübarək olsun deyək. Çünki bütün müsəlman dünyası üçün, xüsusilə də İranda bu Novruz bayramı xüsusi qeyd olunur. Bütün oradakı soydaşlarımızın bayramı mübarək olsun deyim. Yeri gəlmişkən bu qavalı düzdür, mən çox bəyəndim. Hərgah siz bunu hədiyyə etməzsiniz, çünki bu sizin çörək ağacınızdır. Bəli. Amma bunun da tarixçəsi var idi. Canəli müəllim biraz əvvəl danışdı ki, bunu da ona Təbrizdə hədiyyə eləyiblər. Bəli, Hüseyn Azəri. Muğama sənətə qiymət qoyan insanlar, əhsən belə insanlara, yəni doğrudan da fərq etmir. Sənətə qiymət qoyan insanlar üçün sərhəd anlayışı yoxdur. Hətta müəyyən məqamlarda dil, din fərqi də yoxdur. Söhbət əsl sənətkara verilən qiymətdən gedir. Hacı, siz Bəli. hacısınız, nahaqdan sizə belə müraciət etmədim. Ruhaniliklə musiqinin fərqi elə dərvişlə xanəndəliyin fərqindədirmi? Bilirsiniz, mən dərvişlərin oxumaqlarının şahidi çox olmuşam. Lənkəranda bir böyük bazar deyilən məkan var. Onun da üzbözündə bir qabaq belə adlanır, İsti Su restoranı. Onun qabağında dərvişlər bizdə Cəlləbada olardılar. Cəlləbadan gəlmiş dərvişlər təbaşı ilə iki böyük dairə çəkərdilər. Musiqiçilərin hamısı da o restoranın qabağına, yəni yay aylarında ora toplaşardılar. Bu iki dairədə dərvişin biri o dairəyə, biri bu dairəyə girərdi, əllərində qutazlı əsa. Onlar imamlarımızın şəninə yazılmış qəsidələri oxuyardılar. Onlar cuşa gələrdilər, sonra yerlərini dəyişərdilər. İndiki bizim bugün eşitdiyimiz dərvişxanlıqlardan çox fərqli dərvişlər idilər. Yəni, o dərvişxanlığı mən eşitdiyim üçün bunu danışıram. İndiki dərvişlər ilə bizim oxuduğumuz muğamları oxuyurlar. Allah canlarına dəyməsin, dostlarımızdır. Çox gözəl də alır. Amma o dərviş oxumağı ilə bu dərviş oxumağında çox böyük fərqli xüsusiyyətlər var. Aydındır. Və keçək sizin muğamın qara sevdalı aşiqlərindən danışacağıq. Mən biraz əvvəl dedim, səhnədə çox leyillərin nazını çəkmişsiniz, çox əslərin, çox ərəb zəngilərin nazını çəkmişsiniz. Maşallah. Yazıq canım. Maşallah bu qədər enerjiniz var. Amma hansı leyli sizi səhnədə sözün əsl mənasında məcnun eləyib? Esmira xanım, biz elə bir yaş həddindəyik ki, elə bir dövrdə yaşayırıq ki, sözün düzün demək daha məqsədə uyğun sayılsın gərək. Yəni, bilirsiniz, 6 leylinin, 6 şahsənəmin, 6 ərəb zənginin, 6 əslinin nazını çəkə biləcək bir insanam. Hərənin ayrı-ayrı tabloda xarakterləri var. Mənim ilk leylim Rübabə xanım olub. İlk leylim Rübabə xanım olub. Yəni, Rübabə xanımın səsinin tərkibində milli koloritin zənginliyi vardı. Onun Şam səhnəsindəki oxumaları, o daxili istirabını Şamla bölüşürdü Rübabə xanım. O, elə bir sanki Rübabə xanım orada əriyirdi, ilahiləşirdi, ilahiyyətə qovuşurdu. Bax, onun səsinin fövqündə bu işlər vardı. Zeynəb xanımın səsinin tərkibində bir məxsusi çılğınlıq, bir mübariz ruh vardı. Elə bilirdin ki, Zeynəb xanım öz sevgisi, eşki uğrunda açıq-saçıq mübarizə girişib. Amma Zeynəb xanlarova deyirdi ki, mənim məcnunlarım içində ən kişi məcnunu da elə Canəli Əkbərovdur. Bəli, o deyib, indi də deyir. Özdə mənim elə yaş dövrümdür ki, mənim leylim ancaq gələk millət vəkili olar. Siz də zamanla yaxlaşırsınız. Və Səkinə xanımın səsinin yığcamlığında leyli daha da gözəlləşdirir. Qəndab xanımın səsinin tərkibində, səsinin diapazonunda, oynaqlığında leyli daha çevik olurdu. Yaqut xanım həmçinin 2 dəfə ondan oynamışlar. Nə qədər sizin leyliləriniz olub, maşallah. Yazıq canım, Allah.
sarı simimizə toxunduq bu səhər. Və bu arada sizin məcnunlarınızdan biri, yəni sizin yetirməniz olan məcnunlardan biri xalq artisti Məsum İbrahimov xəttədir. Gəlin onun da bu Dədə Məcnuna deyəcəklərini eşidək. Mənim balamdır. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun Üstünə xanım. Hoş gördük sizi. Mən sizi salamlayıram. Mən hörmətli ustad sənətkarımızı, hörmətli professor, muğam professorumuz Cananə müəllim ürəkdən bu canlı efədən salamlayıram. Allah ona can sağlıq, uzun ömür versin. Cananə müəllim hər zaman kimi bu gün də formadadır. Səsi də, özü də və bugün də öz böyük həm pedaqoji fəaliyyətini, həm öz səsi ilə, həm ifadəsi ilə bütün xalqımızı sevindirir. Və bayaq siz mövzu qoymuşsunuz yaş və sənətkar məsələsi. Yəni mən ona belə fikir bildirmək istəyirəm. Bəlkə yeganə janrdır ki, musiqinin Məsum xanım muğam sənətkar yaşa dolduqca daha da hörmətli olur. Əgər o sənətkardırsa, özlərinin həmsi çalışırsa, getcən daha da puxtələşir bir nümunə olur yəni. Ona görə bax, hələ bax bu günləri Cananə müəllim bir nümunədir və bu gün də səsi formadadır. Elə axşam biz, dünən axşam bir məclisdəydik, bizim bir hörmətli bir ziyalı dostumuz Hüseyin müəllim anasının yubileyində bir yerdə Cananə müəllimə çıxış elədi və Cananə müəllim dünən də öz göstərdi ki, yəni səsi doğrudan da bu gün də formadadır, bu gün də yəni gənclərlə yarışmağa hazırdır. Mən ona uzun ömür, can sağlığı, həmişə bax belə səsinin formada, səs həmişə üstündə olsun. Gənclər də nümunə olsun. Siz can sağlıq və bütün xalqımızın Novruz bayramı ürəkdən təbrik edirəm. Cananə məşq olsun sizə. Sağ ol mənim canım, mənim balam. Səndən çəkdiyim zəhməti sənə halal edirəm. Əhsən, ən gözəl də budur. Ay Məsum müəllim, sənətdə halallığı almaq, hər peşədə halallığı almaq vacibdir, özəlliklə də sənətdə. Çünki bu sənət sizin, bizim çörək ağacımızdır və insan bu çörək ağacına gərək ustadına kəm baxmaya. Mənə maraqlıdır bu qədər leylilərin, nəslilərin nazını çəkən Canəl Əkbərovda yenə bir Məcnundan Füzun aşiqlik istedadı var. Dədə Füzuli yazır ki, məndə Məcnundan Füzun aşiqlik istedadı var. Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. Deyir ki, əhli təmkinəm, məni bənzətmə ey gül bülbülə, dərdə yox səbəyi onun, hər ləhzə min fəryadı var. Budur Füzulinin böyüklüyü. Yəni Füzuli özü öz sağlığında Allahla rabidəçi rolunu oynayıb. Özü özünü nəzmə çəkib. Özü özünü oynayıb. Füzuli əgər bunu eləməsəydi, o heç vaxt deməzdi ki, məndə Məcnundan Füzun aşiqlik istedadı var, aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. Onu rəmzi məna götürüb. Qeys adlı bir bəndəni məcnunlaşdırıb. İndi Qeys adlı çox nadir bir insanlara rast gəlmək olar Qeys adında. Amma Məcnun bəs olan qədər bizim millətin içində Məcnun adlı kişilərimizin sayı çoxdur. Bəli. Və bu məqamda Məcnun Leyliyə hansı xitab edərdi? Məcnun Leylini görəndə onu günəşə bənzətdi. Günəşə bənzətdi, dürüst ona baxa bilmədi, gözləri qamaşdı. Kim günəşə diqqətlə baxa bilər? Belə olanda aldı görək nə dedi? Günəşə baxanda onun gözləri qamaşdı və az qalmışdı kaşa. Leylinin gözəlliyi, onun görünüşü, onun məlakə qiyafəsində görünüşü Qeysi təlatümə gətirdi və dedi ki, gördüm ol xurşidi hüsnün, ixtiyarım qalmadı. Sayə tək bir yerdə durmağa qərarım qalmadı. Rahi eşq içrə mənə ancaq fəna məqsud idi. Rahi eşq içrə mənə ancaq fəna məqsud idi. Son cümlədən soğuşdu. Bəs bunu bir nəfəslə, Sadnə, təranə ilə, musiqi ilə. bəs necə? Bir də oradan mi ver. Gördüm ol xurşid hüsnü, İxtiyarım qalmadı. Sayə tək
yerde durmağa kararım kalmadı. Rahi eşk içine mənə ancaq fanaya məqsud idi ki, məqsuda yetdim, bir intizarım qalmadı. Təşəkkürlər və nəzərə alsaq ki, səhərlər səs imkanları yerində olmur, bir o qədər də, amma bununla belə əhsən sizə. Və bir Əgər daha düzünü bilmək istəsəniz, hələ biraz az soyuqlanmışam. mən hiss edirəm bunu və bu arada istərdim interaktivə nəzər salaq. Sənətdə yaş faktoru önəmlidir, hörmətli tamaşaçı və mənə belə gəlir ki, artıq bütün bunlar bizim üçün faktor və mən fikirləşirəm ki, sənətdə yaş faktoru önəmli deyil, bir xalda əlavə olunsun. 22 nəfər düşünür ki, bəli, önəmlidir. 49 nəfər düşünür ki, xeyr, önəmli deyil, yəni mənə indi belə dedilər. Və mənə dedilər ki, xəttə bir tamaşaçımız var. Gəlin onu dinləyək və siz səsindən tanıyacaqsınız. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun Əsmira xanım. Xoş gördük sizi. Sizə çox sayılı musiqiçilər adından minnətdarlığımızı bildiririk ki, bax, belə bir gözəl bizim xalqımızın sevimli sənətkarını dəvət etmişsiniz. Sizin bütün səhərin yaradıcı kollektivinə uğurlar arzulayıram və bayramınızı təbrik edirəm. Təşəkkür edirik. O cümlədən bizim gözəl tarzənimiz, kamança çalanımız Möhlət müəllimə, Fəxrəddin müəllimin bayramlarını təbrik edirik və sizin verilişinizin qəhrəmanı Hacını ürəkdən təbrik edirik. Hacı çox şaxəli sənətkarımızdır. O taylı, bu taylı Azərbaycanımızda ən çox sevilən xanəndələrimizdir. Mənə elə indicə telefon açmışlar İrandan ki, biz zəng edirik, düşə bilmirik. Yəni, şair Savalan Tehrandan çoxlu salamlar yetirir. Ondan sonra Ağay Əsədullahi, Əkbər Ağa çoxlu salamlar söyləyirlər və bu təbriklərə qoşulurlar. Sağ olsunlar. Canali müəllim ona görə qüdrətli sənətkardır ki, hər sənətkara nəsib olmur ki, yəni aktyorluq fəaliyyəti də göstərsin, pedaqoji fəaliyyət göstərsin. Yəni xanəndəlik özü böyük bir yükdür. Bildiyiniz kimi xanəndə olmaq üçün gərək gözəl səsin olar, zilin, həm zilxan olasan, həm pəsxan olasan, həm gözəl qaval çalasan. Bütün bu keyfiyyətlər Canali müəllimdə var. Canali müəllim sizə uğurlar arzulayırıq. Sağ ol canım, çox sağ ol. Sən özün də gözəl tədqiqatçısan, sən özün gözəl də sənətkarsan, gözəl ailə başçısan, səni sevənlərin sayı günü-gündən artır. Təşəkkürümü bildirirəm. Təşəkkür edirəm Abbasqulu müəllim, hər halda qoşuldunuz. Bax, bu da sənətkarlar arasında olan münasibətlər simmetriyasında mən həmişə buna qiymət qoyuram. Yəni, gözəl sənətkar olmaq şərtdir, amma bu çevrədə sənət dünyasında həm də gözəl insan olmaq, hörmətli, izzətli bir sənət dostu olmaq, bu da vacib şərtdir. Və qısa reklam arasından sonra yenidən qayıdacağıq studiyaya. Yenə canlı ifamız olacaq. İnşallah. Yenə bu qaval mənim yaman xoşuma gəlib. Yenə bu qavalın müşayiəti ilə Canəli müəllim bizi muğamlarımızın, xalq havalarımızın sirli-sehirli aləminə aparacaq. Mənə belə gəlir ki, bizi izləməklə heç də uduzmazsınız, əzizlərimiz. Bu arada Canəli müəllim yavaşcadan mənə pıçıldadı ki, o Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, solo oxuma kafedrasında səhv etmirəm. Qabaq solo oxu idi, indi adlanır Muğam Sənəti Kafedrası. Professorsuz. Bəli, bəli. Və ümumiyyətlə tələbələriniz arasında bugün də sayılıb seçilən bizim kifayət qədər tanınmış ifaçılarımız var ki, məsələn, o ifaçılar Respublikanın xalq artistləri də var bu sırada, əməkdar artistləri də var. Bununla belə gəlib yenə öyrənirlər sizdən. Yəni, əslində bu çox gözəl keyfiyyətdir ki, insan yaşa dolduqca belə, insan istənilən pillələri, zirvələri fəth etsə belə, öyrənmək heç vaxt gec deyil. Heç vaxt gec deyil. Və mən
rəsmi qaydada olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hörmətli professor, rektorumuz Teymurçin Əfəndiyevin dəvəti ilə getmişəm. O kafedra ki, mənə tapşırdım, onu sıfırdan indi nümunəvi bir kafedraya çatdırmışam. Yəqin ki, Mövlət müəllim orada olur, Fəxrəddin müəllim olur orada, hər gün görüşürük. Yəni, onlar da şahidlər ki, yəni, noldan, ya sıfırdan mənə etibar olunan bir kafedranı indi nümunəvi bir kafedraya çevirmişəm. Tələbələrimizin tədrisi ilə məşğuluq, muğamlarımızın saflığı uğrunda işimizi gördük, proqramı elə tutmuşuq ki, yeni proqram üzrə işləyirəm və bu keyfiyyət mənə imkan verir deyəm ki, bəs olan qədər tələbələrimiz var, Milli Konservatoriyada işləyirəm, yəni orada Siyavuş müəllim dəvəti ilə. Sonra Köhnə Asaf Zeynallı adına Musiqi Texnikum, indi kolec adlanır. Orada biz orada böyümüşük, hamımız üçümüz orada böyümüşük. Gəncliyimizin təravəti oradadır. Gör nə qədər yetirmələrimiz var. Biz oranı çox sevirik. Sumqayıt Musiqi Texnikumunda Hacı Rasim, mənim tələbə yoldaşım, hərdən gedib orada baş çəkirəm, bir böyük kimi məsləhətlərimi verirəm. Bax, Canan müəllim, hal-hazırda üzdə olan hansı sənətkarlar var ki, yenə muğam dərsləri deyirsiniz onlara? Deməli, indi Mələk xanım Əyyubova Azərbaycan televiziyasında nə qədər radionun fonotekasında, filmotekanızda nə qədər muğam oxuyub, hörmətli sənətkarımız Mövlət Müslümovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə Rahab muğam oxuyub, Mirzəsen Segah muğamını oxuyub, Bayat Şiraz muğamını oxuyub və çəkdirib, bu filmotekada var. Hamısı mənim məhsulumdur və o xanıma mənim böyük hörmət və ehtiramım var. Bizimlə təbii ki. O da çox istedadlı, təcrübəli. Sadəcə istəyir ki, muğamların kamillik dövrünü yaşasın. Yəni, nə qədər böyük öz zirvəsində olsa belə yenə də öyrənir. Və yeri gəlmişkən gəlin sizinlə tələbənizin öz müəllimindən razı və ya narazı qalıb-qalmadığını maraqlanaq. Respublikanın xalq artisti Mələk xanım Əyyubovadır xəttdə. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Mən çox şadam bugün bizim Dövlət Televiziyasının səhər proqramında bizim gözəl sənətkarımız, ustad sənətkarımız Canəli müəllimi görürəm. Mən çox həyəcanlıyam, amma bu ilə yanaşı ürək sözlərimi demək istəyirəm. Canəli müəllim, mən sizi burada gördüm, çox şad oldum. Sağ olun. Mən sizə həyatda uzun ömür, can sağlığı arzulayıram. Çünki siz artıq yaşınızın da, sənətinizin də elə bir zirvəsindəsiniz ki, sizə yalnız bundan sonra